Ağcabədi rayonunda demək olar ki, bütün bayramlarda şəhid ailələri rayon rəhbərliyi, eləcə də digər təşkilatlar tərəfindən ziyarət olunur, onlara bayram sovqatları təqdim edilir. Qurban Bayramı ərəfəsində iyunun 5-də də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanı, aparatın məsul əməkdaşları, eləcə də Yaşad Fondunun Ağcabədi Regional Asan Xidmət Mərkəzi üzrə nümayəndələri ilə birlikdə antiterror əməliyyatları zamanı şəhid olmuş Məmmədov Royal Asif oğlunun Hindar qəsəbəsində yaşayan ailəsini ziyarət edib. Çay süfrəsi arxasında aparılan səmimi söhbət zamanı icra başçısı ailənin qayğıları ilə maraqlanıb, problemlərin həlli ilə bağlı kömək göstəriləcəyini bildirib. Şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan şəhidin ailə üzvləri buna görə dövlət başçısına minnətdar olduqlarını söyləyiblər. Görüşdə Paşa Holding və Bravo Supermarketlər şəbəkəsinin Vətən əmanətlərinin keşiyindəyik layihəsi, eləcə də Yaşad Fondunun dəstəyi ilə keçirilən Hədiyyə Karvanı sosial layihəsi çərçivəsində şəhid övladlarına bayram hədiyyələri təqdim olunub. Qeyd edək ki, bayram münasibətilə rayon icra hakimiyyətinin digər məsul şəxsləri Ağcabədi şəhəri, eləcə də Yuxarı Qiyamətdinli, Arazbar, Sarvanlar, Minaxorlu, Hüsülü, Hacıbədəlli, Şənlik və Afşar kəndlərində də şəhid ailələrini ziyarət edərək bayram sovqatları çatdırıblar. Məhsəti Musa, Kənan İsayev, Aran, Ağcabədi.